gördük əziz CBC Sport izləyiciləri. Sizi Mərdəkan qəsəbəsində yerləşən daha çox Dalğa Arena kimi tanıdığımız Liv Bonadea Arena stadionundan salamlayırıq. Premier Liqamızda növbəti turun oyunu, növbəti sonuncu oyun günü və ilk qarşılaşma. Araz Naxçıvan Neftçini qəbul edir. Neftçi mövsümə heç də yaxşı başlamamışdı və mövsümün gedişində baş məşqçi dəyişikliyinə ehtiyac duyuldu və Neftçi azarkeşləri Dalğa Arenada abava yaratmaq istəyirlər. Tarixin yazıldığı Neftçi üçün stadionda və maç başladı. Xatırlayırsa 2012-ci ildə Neftçinin qruplara gedən yolu məhz buradan, bu arenadan keçmişdi. Emindən ötürmə cərimə meydançasına və Igor Ribeiro hesab açır. Neftçi hesab açır debütdəcə. Qarşılaşmanın 4-cü dəqiqəsində geçmiş komandasını məyus edir Igor Ribeiro. Emin Mahmudovun ötürməsi və Neftçi hesabda öndədir. Boş bıraktılar onu Igor Ribeiro. Hesab açır. Golun təkrarına baxaq. Buradan oyundan kənar vəziyyət olmadığı görünür. Və Igor Ribeiro maçda vurulan ilk golun müəllifi olur. Araz Naxçıvan 0, Neftçi 1. Araz Naxçıvan indi meydan sahibləri yenidən mərkəzdən oyuna başlayacaqlar. Rauf Cabbarov vardan golun təsdiqini gözləyir. Ötürmə cərimə meydançasına. Bu da Ribero'ya top çatmadı. Qayıdan top Freddy Vargas. Uzaqdan zərbə. Top qapıdan alıb keçir. Rəqib futbolçu Freddy Vargas'a. Cərimə zərbəsi. Təxminən eyni nöqtədən yerinə yetirilən cərimə zərbəsindən sonra Neftçi hesab açmışdı. Daha bir cəhət bu da və uzaq güncə Bədəlov və Cristian Abraham. Qapıdan zərbə olacaq. Asan deyil bütün oyun ərzində. Bədəlovdan ötürmə, Ştokrin çevrilə bilsə təhlükə, çevrilir, zərbəsi dəqiq deyil amma. Yox, ev tapşırığıdır bu. Mahmudovdan ötürmə, Basalo Sambu və 2-0. Ev tapşırığına 1-5. Basalo Sambu. Neftçinin ikinci golunu vurur. Təkrarını səbirsizliklə gözləyirəm. Baxın, elə təsir bağışladı ki, sanki oradan birbaşa qapıya vuracaq. Qısa pas, ev tapşırığı Emin Mahmudovdan ötürmə, qayıdan top uğrunda mübarizə Basalo Sambu. Çərçivəli dəqiq nişan alır. Artıq bu dəqiqədən sonra, bu qoldan sonra Araz Naxçıvanın işi daha çətin olacaq. Neftçinin mövsümdə 22-ci qolu. Basalo Sambu'nun 7-ci qolu. Neftçinin bombardiri. Əsas gol silahı yeni iş başında. Araz Naxçıvan 0, Neftçi 2. Bruno Franco və Rauf Cabbarov birinci hissənin final fitini səsləndirir. Zədələnmişdi onun həkim müdaxiləsinə ehtiyac var idi. Edwin Kuç oyunda. Emin Mahmudov irəli çəkilir Freddy Vargas'ın mövqeyinə. Franco, onun ötürməsi dəqiq deyil. Murad Məmmədov. Neftçi təhlükə ola bilər. Murad qapıya zərbə və Cristian Abraham. Gənc oyuncu Murad Məmmədov özü yoxladı uzaqdan. 2 gol vurmağı bəcarıb. Daha bir standart vəziyyət. Basalo Sambu qapıya və hamı elə gəldi ki, stadionda top qapı xəttini keçib, amma qapı torunu yandan silkələdi. Patrik pressingi var, aldı top ondan. Patrik bu dəfə də yoxluyur. Kenan Pilic. Qola imkan vermir. Ştokrin. Ştokrin və Cristian Abraham. Təhlükəli idi Neftçi, 3-cü qola çox yaxın idi. Gücdən zərbə olacaq. Emin Mahmudov. Ötürmə. Sağ cinahdan Ortiz qapıya paralel, amma son anda müdafiəçilərdən top meydandan çıxır. Abubakar zədələnib yerdədir.
Slavik əl oynadı burada. Felipe Santos. Araz Naxçıvan təzyiqi davam edir. Coşqun Deniyev qapıya zərbə. Kenan Bilic və korner. Emin Mahmudovdan sol cinaha. Qurçi qapıya zərbə və möhtəşəm gol. Neftçi 3-cü qolu vurur. Alessia Qurçidən möhtəşəm gol izlədik. Neftçi 3, Araz Naxçıvan 0. Bax belə, məncə artıq bütün suallara aydınlıq gəlib. Alessia Qurçinin mövsümdə 2-ci qoludur bu. 5-ci turda Sumqayıtla maçda da fərqlənmişdi. Və indi Araz Naxçıvanda qolun təkrarını izlədiyimiz anda əvəz etmə. Hamidou Keita meydanı tərk edir, o da əvəzini Ülvi İskəndərov oyundadır. Biz isə qolun təkrarını izləyirik. Təkrar fərqli rakurslardan Alessia Qurçinin bu gözəl qolunu izləməyə dəyər. 4-ə 4 gedirlər. Edvin Qurçi və Cristiano Abraham qaydan top. İndi onlar səhv də sala bilərik, bir-birlərini çox oxşuyurlar, bənziyirlər. Mahmudova düz demişdik. Qurçidən sağ cinaha Sako. Sakodan ötürmə Abu Bakar düz Abrahamın qucağına gəldi top. Ötürmə yerdən və bu da 4-0. Abu Bakar. O da meydanı gol vurmadan terk etmiş. Bu insan Abu Bakar'ın golü. Golun təkrarına baxaq. Yoxdur burada oyundan kənar vəziyyət. Mustafa Sekdən ötürmə Emin Mahmudov pauza verdi, baxdı, gördü, tapdı Abu Bakar'ı və Abu Bakar bir toxunuşla Neftçinin 4-cü golunu vurur. Abu Bakar'ın da mövsümdə 4-cü goludur yeri gəlmişkən. Və gol qeydə alındı. Və dərhal da maçı bitirdi Rauf Cabbarov. Beləliklə Neftçi hər hissədə vurduğu 2 golla Araz Naxçıvanı 4-0 hesabı ilə məğlub edir.